Qığırdaq niyə yeyilir? Qığırdaq yeyilməsi ilə bağlı mənim geniş müzakirələr var, geniş çıxışlarım var. Qığırdaq yeyilməsinin 3 dənə vacib səbəbi var. 1. Genetikdir. 2. Bədəndə maddələr mübadiləsisi pozulur. 3. isə bu damarda olan kalsiumun azlığına irəli gəlir. Çünki damarda kalsium 1%dir, sümükdə 99%dir. Əgər sənin qanında kalsium 1%dirsə, beyin dərhal komanda verir qana, qan kalsiumu sümükdən çəkir, yəni ki, damarda kalsium azalanda insan şoka düşə bilər. Ona görə də mütləq sənin damarında kalsium olmalıdır. Olmayanda və başda sümükdən kalsiumu çəkməyə, onu da çəkəndə sümük olur pendir kimi, yumuşaq, palçıq, elastikliyini itirir, elastik olur daha doğrusu və yumuşalır. Nəticədə sümük oturur, sümük üzərində başlayır nə yeyilmə baş verməyə. Vaxtında kalsiumu için, glukozamini için, sümüklərinizi mineral maddələrlə təmin edin, glukozaminlə mayeni bərpa eləyin və onun qarşısını alın yeyilmənin. Görün, möhtəşəm nəticə görürsünüz, yoxsa yox. Proses 3-dür. Təmizləmə, bərpa, tamamlama. Kardiseps məhsulu, təmizləmə, glukozamin, mayeni bərpa və qarşısını almaq, sümükləri qidalandırmaq üçün iyonlaşmış kalsium. Təbii vasitədən istifadə edin.